Vətən mənə anamın danışdıqları və atamın yaşadıqlarıdır. Biz onunla hər işdən gəndə yorğun olsa belə bizimlə oyunlar oynayırdı. Hətta bəzən anam deyirdi ki, bizim evdə 2 yox 3 uşaq var. Yəni onunla çox böyük xatirələrimiz olub. Vətən bizim onların arxasınca attığımız hər bir addımdır. Həm qürurludur, həm çətin yanları da var. Vətən tək torpaq deyil ki, anamın məndən gizlətdiyi həsrətidir vətən. Bizim başımızı dik tutmağımız üçün, gülümsəməmiz üçün, rahat, firavan yaşamağımız üçün gedən atalarımız hər biri qəhrəmandır. Həyat yoldaşım və minlərlə qəhrəmanların sayəsində bugün uşaqlar azad, firavan yaşayırlar. Atam da yəni həmişə bizə aşılayıb ki, vətəni sevmək lazımdır. Həmişə vətən üçün canımızı fəda etməliyik. O arzularını övladları üzərindən həyata keçirməyə çalışıram və yoldaşımla hər zaman qürur duyuram. Bizim kinolarda və cizgi filmlərdə izlədiyimiz ən güclü qəhrəmanlardan da daha güclüdür. Atasının etdiyi fədakarlığı demək olar ki, mən Aysuya hər gün danışıram. Yəni burada da çətin deyə danışmaq. Vətən atalarımızla qürur duyur. Mən bilirəm ki, bizim vətənimiz bizim şəhidlərimizi heç vaxt unutmayacaq. Döyüşə atıldım bir pənək kimi, savaşın misrimi, yoxsa cəngimi? Həm də ona görə ana vətən deyirik. Mən bugünkü gündə şəhidimin 4 əmanətini böyütürəm. Onları qürurla böyütürəm. Bilirsiniz niyə? Çünki onların atası qəhrəmandır. Axı övladının qəhrəmanlığına bütün analar sevinər. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərə də can sağlığı versin. Anamız Azərbaycan, atamız qəhrəman. Qürurluyam mən, çünki qəhrəman övladıyam. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bizim yaddaşımızdan və bugün onların ruhu şaddır. Biz buradayıq, siz buradasınız və nə qədər acı olsa da onların yaxınları üçün, doğmaları üçün bir təsəlli var. O da odur ki, onlar canlarını fəda edərək tarixi zəfər çalır. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.